Salam dəyərli izləyicilər, 26 dekabr 2025-ci il bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunacaq yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanununda dəyişiklik edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliyə əsasən bundan sonra mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürüləcək və onları idarə etmək üçün sürücülük vəsiqəsinin alınması tələb olunacaq. Moped kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla elektrik mühərriki olan və ya iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan 2 və ya 3 təkərli nəqliyyat vasitəsidir. Bu qanunun 27, 29, 33, 34 və 37-ci maddələrinin tələbləri istisna olmaqla asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulacaq. Həmçinin Azərbaycan ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları, habelə mopedlər bu qanunla və bu qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınacaq. Bundan əlavə Azərbaycan ərazisindəki yollarda mopedi idarə etmə hüququ A1 kateqoriyalı sürücülük vəsiqəsi əsasında həyata keçiriləcək. Bu qanun dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minir.